Şənbə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi, hörmətli dinləyicilərimiz. Siz Şənbə söhbətləri ədəbiyyat almanaxı verilişini dinləyirsiniz. Bugün verilişimizi Azərbaycan ədəbiyyatının parlaq simalarından birinə, qısa müddət öncə haqq dünyasına qovuşan böyük şair, yazıcı və ictimai xadim Məmməd İsmayıla həsr edirik. Azərbaycan poeziyasında özünə məxsus yeri olan Məmməd İsmayıl ədəbi yaradıcılığı, vətən sevgisi, milli düşüncələri ilə daim yaddaşlarda qalacaq. Onun qələmi xalqın dərdini, sevincini, azadlıq arzusunu ifadə edən güclü bir səs idi. Bugün Məmməd İsmayıl haqqında öz düşüncələrini bölüşmək üçün bizim studiyada qonağımız var. Çox hörmətli yazıçımız Turan Uğur. Mən istədim ki, Turan müəllim bu barədə söhbət edək. Xoş gəlmisiniz. Çox sağ olun, mən də sizi salamlayıram. Məmməd İsmayıl Azərbaycan ədəbiyyatında özünə məxsus rol oynamış bizim ustad şairlərimizdəndir. Dostu bu dünyada tapıb seçərlər, dost düşmən seçilər, vətən seçilməz. Qayanı yonarlar, dağı çaparlar, dağ qaya kiçilər, vətən kiçilməz. Keçər taliyindən, ömründən keçər, qovuşmaz karvana, yovuşmaz köçə. Köçsə qürbət ildə qəlbinə köçər, ağır eldi günlü, vətən köçülməz. Ürəyin vətənin önündə zərrə, andını dəyişməz, şöhrətlə, zərlə. Vətənin yolunda candan keçərlər, keçilməz qaladır. Vətən keçilməz. Göyləri uludur, günəşi uca, yerləri gözünü, könlünü açar. Ağacı böyüyüb kökündən qaçar, ha qaçar, kökündən ayrıla bilməz. Dost düşmən seçilər, vətən seçilməz. Dağ, qaya kiçilər, vətən kiçilməz. Keçilməz qaladır, vətən keçilməz. Vətən eşqi ilə, yurd eşqi ilə yanan bir şairimiz idi. Onun bütün şeirlərində, hətta məhəbbət mövzusunda olan şeirlərində, hətta təbiət mövzusunda olan şeirlərində hamısında bir ana xəttlə yurd sevgisi, vətən sevgisi keçirdi. Məmməd İsmayıl 60-cı illərdə ədəbiyyatımıza gəlib. 1939-cu ilin noyabrın 1-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində doğulub. Mən ona soruşanda şəcərəsini, o həmişə deyirdi ki, bizim kəndimiz hardasa 4-5 əsr öncə Şərqi Anadoludan, Əsrəmişlər yurdundan gəlmişdi. Bax, Əsrik dağlar arasında yerləşmiş bu kəndin də adı, etimologiyası oradan gəlir. Məmməd İsmayıl'la biz söhbətlərimiz çox olub. Onun evində də dəfələr olmuşam, kitabxanasında görmüşəm. Həmişə fikirləşirdim ki, görəsən onun poeziyasının şirinliyi, kövrəkliyi, lətifliyi, şeylərinin şəhti şirəsi hardan qaynaqlanır? Özü bu suala belə cavab verdi ki, deyirdi ki, mən klassik aşıq ənənəsini çox sevirdim, dəyərləndirirdim. Yeniyetməlik illərindən demək olar ki, Aşıq Ələsgəri çox sevirdim və onun poetik özəlliyi, Məmməd İsmayıl yaradıcılığının poetik özəlliyi haqqında məqalə yazanda bunu vurğulamışdım. Çünki o özü danışırdı ki, çox mərtəbəli, çox qatlı mətləbləri asan, rəvan şəkildə ehtiva eləmək, onları dilə gətirmək üslubunu mən aşıq poeziyasından öyrənmişdim. Aşıq Ələsgər çox böyük rol oynayıb. Ondan sonraki amilləri sadalayanda demək olar ki, o Tovuz yörəsinə, Qazax yörəsinə xas dialekti bizim şeirimizə gətirmək. Məsələn, biz İqballı deyil, o Yığvalı deyirdi. Bu şəkildə poetik dünyasının açmasını həmişə düşünəndə fikirləşirdim ki, mütaliəsi, çox gözəl Avropa ədəbiyyatına, dünya ədəbiyyatına vaqifliyi var idi. Dünyanın ədəbi proseslərindən hali idi. Məsələn, Victor Hugo'nu, Balzac'ı, Moruan'ı, Maupassant'ı mükəmməl şəkildə oxumuşdu. Biz indi fransız ədəbiyyatını bitirdiyimiz üçün mən ona həmişə bu yöndə söhbətlər edirdik. Səfilləri dünya romançılığının zirvəsi hesab eləyirdi. Mən gördüm ki, Məmməd İsmayıl həm də mütaliə ilə, dünya görüşü ilə. Hər tərəfli bir şəxsiyyət idi. Ona görə də o köhnə qəliblərdə qalmadı o. Aşıq şeir şəkillərində, gəraylıda, qoşmada, baxmayaraq ki, o qoşma ilə gəlmişdi, demək olar ki, gənc illərində, o şəkillərdə qalmadı. O hicra vəzninin demək olar ki, bütün
formalarında yazdı və ən müasir ədəbi proseslərə uyğunlaşmışdı. Bax o mütaliəsindən, dünya görüşündən o Bakı Dövlət Universitetini bitirmişdi. Sonra SSR Yazıçılar İttifaqı yanında 2 illik ali ədəbiyyat kurslarını bitirmişdi Moskvada. Demək o həm də Yevtushenko ilə, Oja Süleymanovla, Çingiz Aytmatovla onlar hamısının çox xoş sözləri var haqqında. Dövrünün gözəl şairlərindən biri idi. Yəni o dövrə ayırsaq əgər və dahi şairlərdən biri idi. Yəni ki, onu çox sevirdilər. Hətta onun 85 illik yubileyində yəqin ki, siz də oradaydınız. Çox gözəl belə möhtəşəm tədbir keçdi və mən insan sevgisi, oxucu sevgisini, gənc yazıçıların, şairlərin ona münasibətini, ona bir əmi kimi münasibətini, sevgisini hiss etdim. O ürəyini qoyurdu. Ümumiyyətlə özünün o siz dediyiniz milli kökə bağlılığı, eyni zamanda müasirliyi. Onun elə sevgi şeirləri var. Mən məhtər qaldım ki, Məmməd İsmail mən həmişə onu belə vətən, gözəl orator şeirləri ilə həmişə sevmişəm. İnsana diktə edən vətən sevgisini, gözəllikləri, dünyavi mövzularını, amma sevgi şeirliyinin gözəlliyinə bax. Sevginin, yəni o böyük bir dərd çəkilməsə o sevgi şeiri o ərsəyə gəlmir. Onu elə incə şəkildə o şeirlər var. Məsələn, səndən xəbərsiz məhtər qalıram ki, yəni bunu Məmməd İsmail qələmindən çıxıb. Bu barədə istəyərdim, onun poetikası barədə biraz danışım. Bəli, onun poetikasında o məhəbbət mövzusu önəmli yer tutur və onu da yaradan taleyin diktəsi ilə. Təsadüfi deyil ki, mən kitab yazanda da gəldik, dayandıq o nöqtədə ki, onun adını taleh şairi qoyum. Çünki həmişə o taleyin evladı, taleyə, qismətə inanan bir insan kimi. Onu sevgimi şair etdi. Məsələn, mən Şəhriyar ən sevdiyim şairdir. Mən bilirəm ki, Şəhriyarı sevgi, o dərin eşqi şair etdi. Bəli. Mən həmişə onu düşünürəm. Onun eşqini onun özündən əvvəl tanıyıram elə bir. Bax, Məmməd İsmaildə də mən bunu həmişə duymuşam. Elə bir onun içində olan o nakam eşqi onu ulu elədi, böyük elədi, gözəl elədi və onu belə dünyaya bizlərə sevdirdi o. Doğrudan da onun ilk sevgisi nakam olmuşdu, alınmamışdı. Bu haqda danışıb dəfələrlə. Hətta şeirə də çevrilmişdi o. Hələ bir ildir qoşması həmin qıza yazılmışdı. Ay şair Ələddin, şair dostunun açılmır qabağı, qaşı bir ildir. Olub məhəbbətdən illər xəstəsi, ayılmır sevdadan başı bir ildir. Yarın soyuqluğu yara dağ olar, ürək istəməsə unutmaq olar. Bilmirəm nə qədər yas tutmaq olar, qurumur gözümün yaşı bir ildir. O atdı özünü varın qoynuna, bahar günlərindən qarın qoynuna, mən həsrət çəkirəm yarın qoynuna, orada ləzzət çəkir, naşı bir ildir. Yenə dost əlinə qalıbdı çara, loğman ol dərdimə bir dərman ara, dönüb könül mülküm xara bazara, qurumur gözümün yaşı bir ildir. Ay Məmməd, haqlayar səni subaylıq, islanar quruyar verdiyi yaylıq, onun körpəsinin yaşı 3 aylıq, mənim həsrətimin yaşı bir ildir. Biz bilirik ki, o Tovuzda bir qızı istəmişdi, o qızı verməmişdilər, həmin qızı götürüb qaçırmışdılar və Məmməd İsmail yoxsul olduğu üçün atasız böyümüşdü, siz bilirsiniz. Yaş yarımında onun atası 2-ci Dünya Savaşına yollanmışdı və Məmməd İsmail atadan yetim qalmışdı. Min bir zülümlə, ənvai müsibətlə böyüyüb başa çatmışdı. Gülzar ana onu böyütmüşdü tək və o elə bir ki, nakam olmuşdu ilk sevgisi və çox maraqlı bir şey oldu. Biz sətirlər verilişini Məmməd İsmailə həsr eləyən buraxılışını efirə verəndə 2021-ci ilin aprelin 15-də çox qəribə bir mesaj gəldi mənə və İntisar xanımdan, onun qızından salamlayıram onu da və dedi ki, həmin xanımın gəlini göndərib, onun gənclik vaxtında sevdiyi xanımın gəlini göndərib, onlar anonsu görüblər və verilişi izləyiblər və həmin qadın çox kövrəli. Bu, ədəbiyyatın hadisə olmağı budur. Təsəvvür, hərçənd Məmməd İsmail onu ölmüş bilirdi, ona demişlər ki, vəfat edib həmin qadın, amma həmin qadın sağdır və bu ədəbiyyatın bax, elə bir ki, diktəsidir. Bu Məmməd İsmail taleyinin ədəbiyyatı olan diktəsidir. Bax, bu cür qarşılamaq olar. Yəni, onu taley Məmməd İsmail eləmişdi. Sonraki dönəmlərdə də mütaliəsi, təhsil almağı və bilirik ki, onu eyni zamanda ASTV-də vaxtı ilə, hələ öncə deyirəm, mən 66-73-cü illərdə o burada redaktor kimi, şöbə müdürü kimi çalışıb,
Onun Odlar Diyarı verilişi vardı. O qarış-qarış Azərbaycanı gəzirdilər. Həmin verilişə görə ilk dəfə televiziya tarixində Qızıl Qələm mükafatını Məmməd İsmail alıb. Yəni ona kimi televiziya jurnalistlərinə o mükafat verilməyib. İlk dəfə 69-cu ildə kitaba da saldım və o həmin mükafatı aldı. Dəyərli bir fiqur idi, ictimai xadim idi, onu sevirdilər və onu tanıyırdılar. Hətta mütaliə etməyənlər, oxumayanlar, ədəbiyyatı bilməyənlər belə onu şəxsiyyət kimi tanıyırdılar. Çünki Azərbaycanın müstəqilliyi dövründə də böyük rolu olub, dünya ictimaiyyətinə də tanıdılmasında da böyük rolu olan bir şəxsiyyət idi. Şəxsiyyət kimi də və incə poeziyası ilə də birlikdə Məmməd İsmail sevilən idi. Azərbaycan ədəbiyyatının dəyəri idi. Və biz bu son aylarda bu bizim ağır ardı-ardına itkilərimiz oldu və bizim silsilə verilişlərimiz olacaq. Onları anmaq üçün və ədəbiyyat almanaxı olaraq bir töhfəmiz olsun bu işdə. Məmməd İsmail da gedişi ilə insanların, onu sevənlərin fəryadı onu daha çox belə uca elədi, böyük elədi. Və mən indiki çağdaş Azərbaycan ədəbiyyatında biz də bu ədəbiyyatın içindəyik Turan müəllim. Gənclərin də Məmməd İsmail yaradıcılığına əl uzatmağının da şahidi olduq. Yəni mən heç vaxt ağlıma belə gətirə bilməzdim ki, kimsə Məmməd İsmaila yaradıcılığına nəsə deyə bilər və yaxud Nəriman Həsənzadəyə nəsə deyə bilər və yaxud bizim klassik yazıçılarımıza çox qəribə bir dönə gəlib çatmışıq. Bu barədə istərdim. Mən deyim ki, Məmməd İsmail ədəbiyyatı gələndə ondan öncəki nəsil çox qüdrətli bir ədəbi nəsil olub. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, biraz sonra Cabir Novruz, Məmməd Araz, Söhrab Tahir, Fikrət Sadıq. Yəni bunlar hamısı həmin dövrdə yazıb yaradırdılar. Ha belə Məmməd İsmaildən sonraki nəsildə Nüsrət Kəsəmənli, Seyran Səxavət, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Vaqif Cəbrayılzadə çox dəyərli imzalardır. Dəyərli imzalar və bunların ortasında Məmməd İsmail bir körpü oldu. Məmməd İsmail, Anar, həmin nəsildir və Elçin, Allah rəhmət eləsin, onu itirdik. Yəni çox asan başa gəlməmişdi Məmməd İsmailin o arenaya çıxması. Gör nə qədər qüdrətli sənətkarlar var idi. Yeni deyim tərzləri lazım idi, yeni intonasiya lazım idi. Məsələn, Məmməd İsmail Gözəl haqqında şeir yazanda dedi ki, ürəyim bir gözələ müstəmləkə. Yeni idi bu ifadə tərzi. Yəni mənim ürəyimi xanım gəlib öz eşqinə işğal eləyib. Bu cür yazılar deyə boy verdilər həmin dövrdə. O ki qaldı o söz atanlara, nə bilim, onları mən törə boy, çırtdan adlandırıram da. Yəni o uca boyların yanında onlar çox bəstə görünürlər. Ona görə də onlar bu yollara əl atıblar. Azərbaycan ədəbiyyatının təməlidir bu insanlar. Və bunlar hamısı biz klassiklərsiz nəsə yarada bilmərik ki, bizim o fundamentimiz olmalıdır. Necə ki bizim klassiklərimiz Nəsimi, Füzuli, Allahi Arif, Qövsi Təbrizi, Nişat Təbrizi, bunlarsız Seyyid Əzim, Sabir, bunlarsız Vaqif, Vidadi, bunlar olmalıdır. O klassikanın üzərində hər kəs öz yolunu seçə bilər, öz üslubunu müəyyənləşdirə bilər. Bu başqa şeydir. Amma o fundamenti qazınmaq, köhnəni danmaq, keçmişi rədd eləmək, o cılızlıqdır, cırtdanlıqdır. Məmməd İsmail'la birlikdə böyük dəyərlər idi. Mən sizə Aysel xanım bir faktı qeyd edeyim ki, Məmməd İsmail'in baş redaktorluğu ilə o vaxtlar nəşr olunan Gənclik Moldu o jurnalda 300 min tirajla çıxırdı o. Məmməd İsmail o qədər dünya görüşü böyük adam idi ki, o həmin o eksperiment yazan, sərbəst vəzində, formal şeirlər yazan, istidadsız insanları da hətta onlara da meydanı verib onlara ki, siz də özünüzü şans verirdi. Verib. Mən o imzaların adını çəkmək istəmirəm. Onlar yarı yolda qalan da oldu. Bəziləri yaşa dolu, bəziləri artıq etik deyil. Mən çəkmirəm. Amma onlar da çap olunublar. Məmməd İsmail'in o... Bu da onun böyüklüyü idi. Ruhu şad olsun bizim gözəl ustadımızın. Və mən istərdim ki, sonunda siz o kitablar haqqında da danışasınız. Zəhmət olmasın. Mən sevinirəm ki, mənim ilk kitabıma, Sətirlər kitabına ön sözü yazan Məmməd İsmail olub. 3 səhifəlik böyük bir ön söz yazıb, mənə uğurlar diləyib. Ondan sonraki vaxt bir neçə dəfə esse yazmışam, məqalə yazmışam Məmməd İsmail haqqında Ədəbiyyat qəzetində, başqa saytlarda da yayımlanıb. Sonda da çox təəssüf ki, vidasında da o Məmməd İsmail'a vida türküsünü yazmalı oldum. İndi həyatdır. Özü də bunu qəbul edirdi, bilirdi. Ağrıları, acıları vardı. Son 3 ildə ümumiyyətlə, yəni hətta biz çəkilişlər edəndə də mən onu görürdüm ki, beli ağrıyır, ayaqları ağrıyır. Nə qədər gizlətməyə çalışsa belə, özü də deyir ki, yaşın gətirdiyi bir xəstəlikdir bu. 86 yaşına keçmişdi artıq. Onun haqqında yazdığınız kitabı, esseləri necə qiymətləndirdi? Qiymətləndirdi. O qədər dəyanətli
sərtdi, o qədər dözümlü, mətin bir insan idi ki, mən o kitabı yazdığında 208 səhifəli romanı, mən Türkiyədə idi. Mən ona göndərirdim. O əməliyyat olmuşdu. Təsəvvür edin ki, xəstə hal şəkildə, naxoş şəkildə, uzanlı vəziyyətdə. Onu redaktörə baxırdı ki, nə fakt düzdür, hansı fakt. Çünki onun mən 2 il, 3 ay müddətində söhbətlərimizi, dialoqlarımızı qələmə almışdım. Dedi ki, bu məsələn bu cür olub, bu fakt bu cür olub. Düzəldir 3 dəfə. Onu düzəldirdi, mənə göndərirdi. Mən təzədən ona göndərirdim və bu yaşında necə də o redaktör işinə çox diqqətlə yanaşırdı hər şey. Zərrəbinlə baxırdı sanki. Dağların başına düşən qardımı? Dumandan xəbərsiz, kəndən xəbərsiz, sinəmi göynədən intizardımı? Qəlbimdən xəbərsiz, məndən xəbərsiz. Qırdım öz əhdimi mən bilə-bilə. Haqqın var, yanımdan keç, gülə-gülə. Əriyim oduna qoy, gilə-gilə. Mən səni sevmişəm, səndən xəbərsiz. Gör mənim qismətim nələr, nələrmiş. Sən uzaq saydığın yaxın gələrmiş. Sən demə dağlara qar ələnərmiş. Dumandan xəbərsiz, kəndən xəbərsiz. Necə də gözəldir və nə gözəl ki, biz bu şairimiz Azərbaycanda doğuldu, Azərbaycanda yaşadı, yazdı, yaratdı və dünyadan köçdü. Demirdinmi el gözündən uzaqda, gendə mənə baxasan, güllü yazda, qarlı qışda, sazaqda, gündə mənə baxasan. Xəbərin yox, a dünyadan bir xəbər, nə təhərəm, nə təhərəm, nə təhər. Üzüb vallah sənsiz məni bu şəhər, haçan gəlim kəndə baxasan. Qəfil düşdü aramıza bu qışda, yaxın gəlməz yazın bircə qarışda, heç olmasa alnımdakı qırışda, saçımdakı dəndə mənə baxasan. Qəfil düşdüm sənsiz gələn çənə mən, sən həmənsən, sən həmənsən, sən həmən, hey baxıram qəlbimdəki sənə mən, duyuq düşüb sən də mənə baxasan. Çox gözəldir. Çox sağ olun Turan müəllim. Verilişimizdə qonaq olduğunuz Məmməd İsmayılı yada saldı. Ədəbiyyat Almanaxı verilişimizin də belə sonuna gəldik. Verilişi sizin üçün hazırladı müəllif Aysel Fikrət, rejissor Anar Məmmədov. Təşəkkür edirəm hər birinizə.